Mətndən mən artıq tanış olmuşam. Siz də çalışın ki, mətni oxuyasınız. Ekranda mətni tam şəkildə vermişəm. Diqqətlə axıra kimi oxuyun, sonra isə mənlə birlikdə müddəanı tapmağa çalışaq. Mətnin bizə qoyduğu tələb belədir. Burada biz həm müddəanı tapmalıyıq, həm də müddəanın ikinci faktını tapmalıyıq. Ümumiyyətlə, mətndə verilən müddəa ümumi şəkildə ifadə olunmuş bir fikirdir. Burada müddəanı təsdiq edən fakt olaraq sadəcə bir cümlə verilib. Biz həmən bu bir cümlədən çıxış edərək ikinci faktı və müddəanı tapmalıyıq. Amma necə tapmalıyıq? O üsulu indi öyrədəcəm sizə. Burada naviqasiya ilə bağlı səhvlər qəza yaradır cümləsi var. Biz mütləq ki, mətndə həmən naviqasiya ilə bağlı səhvlər qəza yaradır cümləsini tapmalıyıq. Mən artıq mətni daha öncə nəzərdən keçirdiyim üçün bu cümləni artıq tapmışam. Bu cümləmiz 8-ci hissədədir. Baxın, altından da xətt çəkmişəm həmən cümlənin. Cümləmiz məhz budur. Son dövrlərdə naviqasiya səhvləri qəzalara səbəb olur. Məhz bu cümlə bizim sualımızın birinci faktıdır. Bu fakt əsasına çıxış edərək mən onun müddəasını tapmalıyam. Nəzərdə saxlayın ki, harada birinci fakt varsa, onun əvvəlində adətən müddəa verilir, yəni ümumiləşmiş bir fikir olur. Hansı ki, həmən faktlar o ümumiləşmiş fikrin sübutudur, təsdiqidir. Gəlin birinci faktımızın, hansı ki 8-ci hissədə tapmışam, onun əvvəlindəki müddəanın tanış olaq. Müddəanı məhz o cümlədən biz çıxarmalıyıq və daha dəqiq şəkildə ifadə edib müddəanı yazmalıyıq. Birinci faktdan əvvəl verilən cümləni nəzərə yetirək. Baxın, məhz bu hissədən gedir söhbət. Birinci faktın əvvəli. Əvvəlində belə qeyd olunub. Gəmiçiliyin belə sürətlə inkişafı bəşər qarşısında hələ indiyədək görünməmiş problemlər yarada bilər. Və biz həmən müddəanı bu şəkildə ifadə edirik. Gəmiçiliyin inkişafı özü ilə həm də yeni problemlər gətirir. Məhz həmin cümləni tam şəkildə müddəa şəklinə saldıq. Müddəa cümləsini ümumiyyətlə biz dəyişə bilərik. Bir qədər dəyişmə ixtiyarımız var. Amma faktı olduğu kimi qeyd etməliyik. Müddəanı həmən cümlədən çıxardıq. Müddəanı mən belə qeyd elədim. Gəmiçiliyin inkişafı özü ilə həm də yeni problemlər gətirir. Mən müddəamı artıq bu cümlədən təyin elədim. Bu cümləni hardan tapdım desək, birinci faktın əvvəli hər zaman müddəa olur. Və həmən müddəanı mən, baxın, həmən işarələdiyim hissədən tapdım. Yəni 8-ci hissənin əvvəli məhz müddəamız üçün verilmiş hissədir və birinci faktın verilib. İndi mən nəyi tapmalıyam? İkinci faktı. Artıq müddəanı təyin elədim o hissədən. Birinci faktımız verilib. İndi isə test məndən ikinci faktı istəyir. İkinci faktı isə birinci faktdan sonra gəlir. İkinci faktımız budur. Həmçinin gəmilərin təyinata uyğun istifadə edilməməsi nəticəsində dəniz və okeanlarda baş verən fəlakətli hadisələrin sayı çoxalır. Məhz bizim mətndə verilən ikinci faktımız budur və biz də ikinci faktı dəyişə bilmədiyimiz üçün ikinci fakt cümləsini dəqiqliklə mətndəki kimi yazmalıyıq. Məhz bu hissə, ikinci işarə qoyduğum hissə və buradan bura kimi bizim ikinci faktımız olacaqdır. Çünki bu ikinci fakt həmən o yeni problemlərdən biridir. Hansı ki, mən tapdım. Birinci fakt verilmişdi. Birinci fakt əsasında əvvəldə gələn müddəanı tapdım. Müddəanı tapdıqdan sonra isə yeni problem nə imiş? Həmən o ikinci faktı tapdım. İkinci faktı da mətndə belə yazıram. Təyinata uyğun olmayan istifadə nəticəsində dənizdə baş verən fəlakətlər artır. Məhz həmən o yeni problemlər bu problemlərdir ki, mən hansı ki onları tapdım. Həm müddəanı qeyd elədim. Birinci fakt əsasında müddəanı təyin elədim. Daha sonra isə birinci faktdan sonra həmən o ikinci faktı da tapdım. Həmən bu abzasda həm müddəa, həm də iki fakt tapdım.